Bu təsadüfi deyil, tamamilə təsadüfi deyil. Bu nəbz yoxlanışı idi. Qeyd etdiyim kimi, bu bir nəbz yoxlanışı idi ki, NATO dövlətinin hava sərhədləri pozulur. Görək, doğrudanmı bu hər zaman Rusiyanı təhdid eləyən və Ukraynaya çox ciddi dəstək göstərməyə təşəbbüs göstərən Avropa dövlətləri, NATO dövlətləri adekvat cavab verə biləcəkmi? Ümumiyyətlə verəcəkmi? Görsənən o oldu ki, sadəcə olaraq müəyyən bəyanatlar səsləndi, faktiki olaraq. Amma qeyd edeyim, bundan sonra müəyyən dərəcədə həm Polşada, həm Rumuniyada, həm Slovakiyada NATO'nun artıq deməli, müəyyən hazırlıqlarının, müdafiə hazırlıqlarının aparıldığını biz müşahidə elədik. Yəni, həm quru qoşunların göndərilməsi, həm hava hücumundan, həm deməli, qırıcı təyyarələrin həm əraziyə göndərilməsi artıq həmin deməli, Avropa dövlətlərinin Rusiyaya qarşı bu və digər hücuma hazır olmasının göstəricisidir. Bir daha qeyd etmək istəyirəm ki, bu konkret olaraq Rusiyanın, mən düşünürəm ki, bir belə deyək də, bir test həyata keçirildi ki, Avropa Birliyi dövlətləri, NATO dövlətləri doğrudan da hər hansısa bir formada təzyiq göstərə biləcəkmi? Ümumiyyətlə, qarşı durmaya gedəcəkmi? Və yaxud da bir qarşı durmaya aparacaq bir, belə deyək də, provokasyon bir hərəkət kimi nəzərdə tutuldu. Biz gördük ki, məhz 4-cü maddə işə salındı, 5-ci maddə deyil. Yəni, NATO verməli olduğu cavabı verdimi və bundan sonra nə kimi addımlar atmalıdır? NATO əslində mən qeyd etdiyim kimi vermədi. Əslində adekvat cavab vermədi. Adekvat cavab ondan ibarət olmalıdır ki, konkret olaraq bəyanat səslənməlidir və siz dediniz 4-cü bənddən sonra 5-ci bənd həyata keçməlidir, faktiki olaraq. Amma qeyd etdiyim kimi, hər iki tərəf, xüsusilə NATO, Avropa Birliyi dövlətləri, NATOya daxil olan dövlətlər bir qədər hərəkətlərində koordinasiyalı davranışa daha çox üstünlük verirlər. Yəni, belə deyək də, bir qorxuducu, qarşı tərəfə bir hədələyici tonda hərəkət göstərilir. Yəni, konkret olaraq addım atılmır. Bəli, 5-ci maddə əgər işə düşərsə, bu o demək ki, artıq Rusiya ilə konkret olaraq NATO qarşı-qarşıya gəlməlidir. Onu qeyd etdiyim kimi, bu son nəticədə hər iki tərəfin nüvə silahına sahib olduğu üçün hər iki tərəf qarşı durmadan əslində bugün görsənən odur ki, müəyyən dərəcədə çəkinir. Konkret olaraq, mən düşünürəm ki, müəyyən dərəcədə hər iki tərəf proseslərin daha da dərinləşməsinin tərəfdarı kimi görsənmir. İnformasiya müharibəsi ola bilər. Qeyd etdiyim kimi, Peskovun da açıqlaması var və Rusiya da bu informasiya müharibəsində özünə bir qalib kimi göstərir. Yəni, təhdid dili ilə danışır və həmçinin qeyd edir ki, artıq NATO Rusiya ilə savaşa hazırdır. Faktiki olaraq, mən də qeyd etdiyim kimi, 22-ci ildən ta bu günə qədər NATO dövlətləri, bilirsiniz ki, Avropa dövlətlərinin böyük əksəriyyəti NATO-nun üzvü olan dövlətlərdir. Yəni, NATO dövlətlərindən artıq Ukraynaya bu və digər formada yardımlar, dəstəklər olur. Və üçüncü tərəf olaraq, faktiki gözlə görünməsə də, döyüş meydanında olmasa da, yəni hərbi əskəri qüvvə göndərməsə də, faktiki olaraq NATO müharibənin içərisindədir. Maliyyə dəstəyi ilə, informasiya dəstəyi ilə, kəşfiyyat dəstəyi ilə və digər dəstəklərlə artıq NATO dövlətləri də Rusiya ilə Ukrayna müharibəsinin içərisindədir, Ukrayna tərəfdən. Amma konkret olaraq bundan sonra daha dərin bir fazaya keçməsi, konkret qarşı durma yaranması, xüsusilə bilirsiniz ki, Rusiyanın daha çox təhdid elədiyi qeyd etdiyim kimi Polşadır, Rumuniyadır. Çünki əsas Polşa dəhliz rolu oynayır Ukraynaya yardımların göstərilməsində. Almaniyadır, həmçinin Baltikanı ölkələrdir ki, Finlandiyadır ki, bu dövlətlərə artıq Rusiya konkret olaraq, belə deyək də, sözdə də olsa müharibə elan edib. Yəni, biz bugün həm Baltik dənizində, həm Qara dənizdə baş verən proseslərə nəzər yetirsək, yəni görə bilərik ki, bəli, getdikcə NATO-Rusiya qarşı durması artıq alovlana bilər. Amma faktiki olaraq bu günləri 2025-ci ilin sonuna qədər əslində bu bir informasiya müharibəsi, yəni bir tərəfin digər tərəfin başqa bir tərəfə də gövdə göstəricisi, güc göstəricisi kimi belə davam edə biləcək. Ancaq konkret olaraq NATO və Rusiya qarşı durması qeyd etdiyim kimi, mən düşünürəm ki, bu ilin sonuna qədər əslində gözlənilmir.